yapalım. İndiyse, gəlin belə bir oyun geçirək. Suallarda var mı? Qruplar hazırlanmışı bir-birinə suallar. Yəni, göstərin, alfa. Deməli, suallar, gəlin bugün biz zəncirbənd oyunu oynayaq. Hazır olan suallarınızı qruplar. Saat əvvəl istiqamətində bir-birinə ötürürsünüz. Cavabları yazandan sonra yenidən həmin qruplar əks istiqamətə, deməli, sual verən qrup yenidən öz sualının cavabı öz əlinə gəlir. Bu formada ötürmək şəklində zəncirbənd oyuna başlayın. Buyurun. Bunun nəzərə alar. Cavablarınızı qaytarın. Cavablar qaytsın. Belə. Hamı baxdı mı cavablarına? Belə. Aşağıda nəzərə olmasa. Mən Azərbaycan qrupuna sual vermişdim ki, Azərbaycan adı nə vaxtdan çəkilir? Onlar düz cavab vermişlər, ərəblərin istilası dövründə eramızdan əvvəl 700 əsrdə. Çox güzel. Biz Azərbaycan qrupuna sual vermişdik, Azərbaycanada əhalinin məsələləri düz cavab vermişlər, 200 Biz Kazakabila komandasına İskəndər nə zaman Atrapatın canışın təyin etdi sualı vermişdik. Onlar düz cavab vermişlər, eramızdan əvvəl 328-ci ildə. Biz Türk qrupuna ölkənin faydalı qazıntıları haqqında nə düşündüyünüz sual vermişdik. Onlar da düz cavab verdilər. Zəngin faydalı qazıntıları, qaz, qızılı var idi. Düz cavab verdilər. Dəmir olar. Qaz nədir? Hə, əli. Yaxşı, belə. Bütün masterimiz qiymətləndirək. Deməli, Kazakabila qrupu birinci tutardığına görə bir bal artıq alır. Kazakabila qrupu. 5+1. Belə, uşaqlar, indi keçirik xəritələrimizə. İki qrupa verilən başqa bir tapşırıq, iki qrupa verilən başqa tapşırıq. Siz bu xəritədə Azərbaycan dövlətinin paytaxtlarını tapırsınız, rəhləyirsiniz və adlarını yazırsınız. Buyurun. Siz isə Urmiya və Gölü və Xəzərbəndini tapırsınız və adını yazırsınız. Buyurun. Vaxtımızdan geçirsiniz. Şimal sərgində. Şimal sərgində. Yoldaşın düz yazır. Belə. Düz yazır. Deməli, bir komandamızdan başqa bütün komandalarımız düzgün cavab verir. Belə, uşaqlar, indi isə ekrana baxırıq. Ekranda xronoloji ardıcılıq verir sizə. Hadisələrin xronoloji ardıcılığını tapırsınız. Hansı qrup birinci tapsa, ancaq o qrup qiymətləndirilir. Vaxtımız gedir. Mən oxuya bilərəm, görmürsünüzsə. Azərbaycan media satrapı təyin edildi, Magneziya döyüşü, Qavqamel döyüşü və İskəndərin ölümü. Heç bir qrup cavab verə bilmir. Hazırsınız? Buyurun cavab verin. Birinci Magneziya döyüşü, sonra Qavqamel döyüşü, sonra Atropat media satrapı təyin edildi, sonra da İskəndərin ölümü. Yaxşı, müsəlsədə görə Magneziya döyüşünə baş verir. Yəni eramızdan əvvəl 130. Magneziya döyüşü. Mən deyil. Biz
194-cü ildə. 190-cı ildə uşaqlar, eramızdan əvvəl 190-cı. Deməli, sənin sizin qrupun cavabı düzgün deyil. Düzgün cavabı demək istəyən varsa buyurun. Mən birinci alfabet döyüşü olmuşdu eramızda və 331-ci ildə. İkinci, Atropat mediasının satrap təyin edilməsi 328-ci ildə. Eramızda və 328-ci ildə. Daha sonra İskəndərin ölümü eramızdan əvvəl 323-cü ildə və sonda Magnesiya döyüşü eramızdan əvvəl 190-cı ildə. Bir qonşu dövlətlərlə müharibələr keçmədiyimizə görə, bax, hər dəfə orada elə mən o sualı yazmazdım. Yaxşı, gəlin düzgün cavaba baxaq uşaqlar. Belə, yoldaşınızın qrupunuzun, Azərbaycan qrupunun cavabını düzgün qəbul etmək var mı uşaqlar? Bəli, qəbul. Ona görə də ancaq siz qiymətləndirirsiniz. Belə, uşaqlar, indi sarı vərəqlərə yenidən müraciət edirik və sarı vərəqlərə yazdıqdır uşaqlar. Nəyi bilmək istərdiniz bu dövlət haqqında və bu dövlətin hökmdarı haqqında? Gətirin, yaxşı. Suallarda yazmışsınız ki, niyə Azərbaycan dövləti haqqında bu qədər az məlumata sahibik? Amma mənə elə gəlir ki, bu sualın cavabını siz özünüz bilirsiniz. Hansı qrup yazdığını bilmirəm, amma bu sualın cavabını əslində biz bilməliyik. Niyə azdır? Bu qədər məlumat azdır Azərbaycan dövləti haqqında. Əgər bilmirsinizsə, mən açıqlaya bilərəm. Kim açıqlamaq istəyir? Şəxs Süleyman İsmi olmaqla Azərbaycanın tüm cənub bölgələri indiki İran İslam Respublikasının ərazisindədirlər. Buna görə də Azərbaycan arxeologları həmin yerlərdə tədqiqat apara bilmir. Buna görə də Azərbaycan dövləti haqqında məlumat bu qədər azdır. Azdır. Deməli, bu ərazidə indi bizim dövlətin ərazisi hesab edilmədiyinə görə bizim məlumatlarımız azdır. Sonra, bəs niyə bu ərazi, bəs biz bayaqdan deyirik Azərbaycanın qədim dövləti Atropatena, bəs niyə bu ərazidə indi bu torpaqlar bizim ərazimiz hesab edilmir? Niyə? Kim deyər uşaqlar? Şimdi Atlas Bey Bu 1813-cü ildə baş vermiş Gülüstan müqaviləsi ilə bağlıdır. Çünki Gülüstan müqaviləsi olan zaman bizim torpaqlarımız, Azərbaycan torpaqları iki yerə parçalandı. Rusiya və İran dövlətləri arasında. Yaxşı, bəs bu niyə baş verdi uşaqlar? Niyə biz Gülüstan faciəsini yaşadıq? Niyə bizi iki yaz imperiya parçalaya bildik? Çünki əvvəllər Azərbaycanda vahid dövlət yox idi. Mən ölkə elə bir xanlıqlara parçalanmışdım. Vahid o dövrdə, ancaq o dövrdə vahid mərkəzləşmiş dövlətimizin olmadığına görə bizim dövlətimizin o dövrdə nə mövcud idi? Xanlar öz oralarında torpaq davası idi, bir-birinə buna görə zəifləşdilər. Rusiya və İran kimi dövlətlərdə bu fürsəti əldən verməyib, bizi iki yerə parçalanmışdır. Deməli, biz tarixi hadisələri düzgün qiymətləndirməməyimiz və daxildə bir-birimizi parçalamağımız, zəifləməyimiz, xırda-xırda, cırtdan-cırtdan xanlıqlara parçalanmağımız sonda öz acı nəticəsini verdi və biz bir xalq olaraq iki yerə bölündük. Atropatenamız, qədim Atropatenamız əlimizdən çıxdı və biz bugünkü günə qədər də hələ qovuşa bilməmişik. Və uşaqlar, burada suallarda qeyd edilmiş sayfalar haqqında. Atropatenada sayfalar haqqında bizim məlumatımız var. Hansı sayfalar əsasən yaşayırdı Atropatena ərazisində? Atropatena ərazisində Kaduksilər, Su, Müqlər, Kaspilər tayfaları yaşayırdılar. Yaşayırlar, düzdür. Uşaqlar, bəzi müəlliflərin araşdırmaları nəticəsində belə qənaətə gəlmək olar ki, o dövrdə Atropatena əhalisinin bir qismi aborigen Türk sayfalarından formalaşmış Atropatenlərdən ibarət idi. Deməli, buradan belə bir nəticə çıxarmaq olar ki, Atropatenanın əhalisi, Atropatenanı yaradan bu əhali kök etibarilə ulu Azərbaycanların ulu əcdadları olan Türklərin soy kök etibarilə Türklərə gəlib bağlanır, düzdürmü? Və o dövrün tarixçiləri yazırlar ki, bu dövrdə Atropatenanın əhalisinin çox hissəsini məhz Türk
sayfaları, Türk sayfaları təşkil edirdi. Buradan da belə nəticəyə gəlmək olarmı ki, Atropatena dövləti bizim Azərbaycanımızın, dövlətçiliyimizin bərpası deməkdir. Olarmı belə nəticəyə gəlmək? Başqa nə cür nəticə çıxarmaq olar? Atropatenanın Azərbaycan üçün başqa hansı əhəmiyyətdir? Azərbaycanda Atropatena dövlətlərindən sonra vahid xalq yaranmağa başladı. Bəli, vahid xalq yaranma. Deməli, bu ərazilərdə Atropatena və Albaniya dövlətlərinin yaranması ilə Azərbaycan xalqı formalaşmağa başladı uşaqlar. Bu bizim dərsimizin şah damarıydı. Sən bu şah damarısın. Ona görə öz qrupumuza bal əlavə etdirdin. Çox sağ olun. Başqa uşaqlar, bəs başqa de görün, bax. Atropatena dövləti yaranana qədər bizim ərazilərdə müstəqil dövlət yox idi. Niyə yox idi uşaqlar? Atropatena bizim müstəqil dövlətçiliyimizin bərpasıdır deyirik. Niyə yox idi? Ondan əvvəl bizim Azərbaycan ərazisində ilk dövlətimiz hansı dövlət olur? Ondan Azərbaycan dövlətindən əvvəl Manna dövləti olmuşdur. Manna dövləti süqut etdikdən sonra heç bir yeni dövlət yaranmamışdır. İlk yaranan dövlət Azərbaycan dövləti. Və buna görə də biz Atropatenanı Azərbaycanda dövlətçiliyin bərpası kimi baxırıq. Aydın oldu mu sizə? Bu bizim dərsimizin nəticəsidir. Atropatı doğrudan da Azərbaycanın vahid, bəli, yaradıcı kimi biz onu qəbul edə bilərik. Düzdür uşaqlar? Afərin. Bu bizim bugün gəldiyimiz qənaət, nəticə bizim gələn dərsimizin adıdır uşaqlar. Atropatena dövlətinin Azərbaycan tarixində yeri və rolu. Əyləşin uşaqlar, biz bugün ümumiyyətlə hər bir özünə hörmət edən millət, özünə hörmət edən xalq tarixini bilməlidir. Biz bugün öz kökümüzə qayıtdıq, biz bugün araşdırdıq. Biz bugün sübut etməyə çalışdıq ki, biz bir xalq kimi, bir dövlət kimi həmişə var olmuşuq və bugün də varıq. Lakin bizim bir problemimiz var ki, biz hələ də Arazın o tayındakı qardaş və bacılarımızla qovuşa bilməmişik. Bu bizim ən böyük acımızdır, ən böyük dağımızdır. Və biz bugün deməyə qorxmamalıyıq ki, zaman gələcək, Araz çayı artıq sərhəd olmaqdan qurtulacaq. Zaman gələcək biz birləşəcək və böyük, qüdrətli bir xalq kimi tarixdə öz sözümüzü deyəcək. Əgər bu sözləri deməyə 1958-ci ildə Sovet hakimiyyətinin ən guruldayan bir çağında ölməz şairimiz Bəxtiyar Vahabzadə deməyə qorxmamışdısa, biz də bugün demokratik bir dövlətin vətəndaşları kimi, azad bir dövlətin vətəndaşları kimi bunu deməyə qorxmamalıyıq. Görürsünüz uşaqlar, deyirsiniz ki, bu baş verən bu Gülüstan müqaviləsi zamanı biz dövlətimiz olmadığına görə biz parçalandıq, şaşqalandıq. Bax, biz o parçalanmanı bu günlərdə də, müasir tarixi dövrümüzdə də yaşadıq. Lakin bizim xilaskarımız kim oldu? Kim bizi bu parçalanmadan qurtardı? Bəli, ulu öndərimiz Heydər Əliyev. Siz görmüyorsunuz 1993-cü ildə. Düzdür, afərin uşaqlar. Və biz yenidən bu növbəti dəfə parçalanmadan məhz Heydər Əliyevin sayəsində xilas olduq. Düzdür uşaqlar. Bax, bu il içərisində yaşadığımız bu ay hansı tarixi hadisələrlə bizim yaddaşlarımıza həsr olunur? Hansı hadisələr? 1 fevral Ağıllar günü, 26 fevral Xocalı faciəsi, 2 fevral Gənclər günü. Başqa, bir balam. 22 fevral Cəlil Məmməd, yazıçı, dramaturg Cəlil Məmmədin adı. Yaxşı, başqa uşaqlar? 7 fevral Mübariz İbrahimovun anadan olduğu, 21 fevral ana dili günü. Ana dili günü, yaxşı. Bəs, başqa 18 fevral Xocalı. Düzdür uşaqlar. Və bu hadisələrin, yaxşı, birində ödür. Biri də bu günün George Washington'un doğum Yaxşı, çox sağ ol uşaqlar. Deməli uşaqlar, bu hadisələrin içərisində bizim qan yaddaşımıza həkk olunan, bəli, hansı hadisədir? Xocalı faciəsidir. Uşaqlar, biz Xocalı faciəsini niyə yaşadıq? Niyə başlayırdı? Niyə bu hadisə bizim başımıza gəldi? Bəli, dövlətimiz yeni yarandığına görə vahid mərkəzləşmiş, nizamlı ordumuz yox idi. Azılı düşmənlər xalqımıza divan tutdular və keçmişdə də bugünkü kimi müstəqil, nizamlı ordumuz olsaydı belə faciə baş verməzdi. Bəli, düzdür. O vaxtı bizim dövlətimiz düz deyirsən qızım, yeri yarandığı üçün bizim nizamlı ordumuz yox. Və uşaqlar, müstəqil, deməli bir dövlətin gücü, qüdrəti onun nəyindədir? Bir dövlət güclü olmaq üçün nədən onun gücü, qüdrəti? Və ordusu güclü. Xərcinə nə deməkdir uşaqlar? Bəli, deməli, dövlətin iqtisadiyyatı
güclü olmalıdır ki, onun həm güclü ordusu olsun, həm də öz sözünü deməyi bacarsın. Belə, bugün uşaqlar biz, mən istəyirəm ki, düzdür, sinif məktəb uşaqların yarısı demək olar ki, bu poemanı bilir, amma mən istəyirəm bu ay biz böyük şairimiz Bəxtiyar Vahabzadəni itirdiyimiz ay olduğuna görə istəyirəm biz Gülstan poemasını məhz onun ifasında, onun ruhuna hörmət və ehtiram əlaməti olaraq onun ifasında qulaq asaq. İtirazınız yoxdur da. Buyurun. Azərbaycanımızın birliyi və istiqlaliyyəti uğrunda çarpışan Səttar xan və Şeyh Məhəmməd Şabaninin əziz xatirəsinə İpək yaylığıyla o atsa silib eyləyini gözünə taxdı. Əylib yavaşca masanın üstə bir möhrə baxdı, bir qola baxdı. Çalıda həvəslə o da qol atdı. Dodağı altından gülümsəyərək bir qələm əsilli hicran yarattı. Bir xalq yarıya böldü qılıç tək. Öz sirri ucuyla bu lələk qələm gəldi sinəsinə Azərbaycanın. Başını qaldırdı, ancaq dəmadən kəsdilər səsini Azərbaycanın. O güldü çadıda qol çəkən zaman, qıydı ürəklərin hicran səsinə. O güldü haqq üçün daim çarpışan bir xalqın tarixi faciəsinə. Əyləşib kənarda topsaqqal ağa, hərdən mütərcimə suallar bilir. Çevrilir gah sola, baxır gah sağa, başını yellədib təsbih çevirir. Oradan götürmüşsün, oradan Onların şərtlərə razıyıq deyə tərəflər qol çəkdi müqaviləyə. Tərəflər kimidir? Hər ikisi yad. Yadlar mı edəcək bu xalqa imdad? O qalsın ayağa ruhu tomrisin, Babəkin qılıncı parlasın yenə. Onlar bu şərtlərə sözünü desin, zənciri kim vurdu şirbiləylə? Hanı bu ellərin mərd oğulları? Açın bərələri, açın yolları, bəs hanı bu əslin öz koroğlusu, qılınc koroğlusu, söz koroğlusu? Babaların şəni, şərəfə əlbət, bizə amanətdir, böyük əmanət, yoxmu qanımızda xalqın qeyrəti, belə saxlayırlar bəs amanəti. Qoy sındırın çaxsın, titrəsin çağın, ürəklər qədərdən coşsun, patlasın, daim qılınç qaldıran ikiz babaların yoru çatsın. Qoy əysin başını budaqlı dağlar, matəmi başlandı böyük bir elin, mərsiyə söyləsin axar bulaqlar, ağılar çabırsın bugün qız gəlin. Tərəflər sakitdir, qədəfli deyil, məhv olan qoyulsun onlara nə var? İnsanlar atılır bir-bir, elə bil sevgi məktubuna qol çəkir onlar. Atıb imzasını hər kəs varağa, əyləşir sakitcə keçib yerinə, eynəkli cənabla təsbihlə ağa, qalxıb ən də bilir bir-birinə. Eynəkli cənab rusdur, təsbihlə ağada pasdır, qalxıb ən də bilir bir-birinə. Onların birləşən bu əlləri ilə ayrılır ikiyə bir el, bir vətən, axıdıb gözündən yaş dilə-dilə bu dəhşətli hala nədir vətən. Bir ziyanınla durur ağlar, axıbı ölkənin öz sahibi var. Siz nə yazırsınız dayaqlarları, bəs hanı bu yurdun öz sahibləri? Bəs hanı həqiqət, bəs hanı qanun, qocadır bu yurdun tarixi, yaşı, bəs hanı kürsüdə ayaq qoyduğun bir vahid ölkənin iki qardaşı? Görək bu hicrədən müsibətə, onların sözü nə, qərəzi nədir? Bu xalq əzəl gündən düşür zillətə, öz doğma yurdunda bəlkə kömədir. Necə ayırdınız dırnağı ətdən, ürəyi bədəndən, canı cəsəddən? Axı kim bu haqqı vermişdir sizə? Sizi kim çağırmış vətənimizə? Neçə vaxt təngərbəhi ulaşdılar, Gülüstan kəndində sırdalaşdılar, bir ölkə ikiyə ayrılsın diyə. Göldə güruldamış deyirlər o gün, çölləri, düzləri bulutlar sarmış,
O göl gürültüsü Ulu Babəkin ruhuymuş, hönkürüp fəryad koparmış. Gülistan kendinin gül çiçekleri bir günün içinde soldu, saraldı, Gülistan dağlandı, o günden beri bu kendin alnında bitmeşe kaldı. Bağı köz köz oldu yanık Kerem'in, Zilber inildedi, yandı, ne yandı? Aşığın tadında daha bir həzin, daha bir yanıklı pərdə yarandı. Hemen gün ölkəni apardı sel su, tutuldu çöhrəsi günün ayında, Koca Nebati'nin eşki, arzusu, o gün batmadı mı arpa çayında? Ağlayıp dağlardan esen küləklər, bu məşum xəbəri aləmə yaydı. Sanki dilə gəldi güller, çiçekler, bu işe qol qoyan qollar sınaydı. Arazın suları qəzəbli, daşqın, şirin nəğmələri ahdır, saraydı, vətən quşa bənzər, qanatlarının biri bu taydırsa, biri o taydır. Kuş iki kanatla uçar, yüksələr, mən necə yüksəlim tək kanadımla, ürəklər bu dərddən türyana gələr, axar gözümüzdən yaşlanma damlar. Cənablar, bir anlıq düşündünüz mü, verdiğiniz hükmün ağırlığını, bu hükmün dəhşəti 50 mi, 100 mü, biz necə götürək bu göz dadını? Başı kəsiləndə bunların emin, qəlbin ağrısını hissettiniz mi? Koca Füzuli'nin, İcit Babəkin, ehraz səsini eşittiniz mi? Cənablar, Deyirəm, uşaqlar, bugünkü dərsimizi də bununla yekunlaşdırırıq. Qalib qrupumuz Qazaka Vera qrupu oldu, 31 balla sizi təbrik edirik, sizə uğurlar arzuluruq. Gələn dərsimizin də adını bayaq dedik. Atropatena dövlətinin Azərbaycanda rolu və yeri. Bu qədər. Buyurun. Uşaqlara, mənə başa düşürəm ki, uşaqların valideynlərinə də ona görə ki, məktəb çərçivəsində internetlə, kompüterlə işləməyə vaxt olmaz. Mən də başa düşürəm ki, burada da valideynlərin köməyi olmadan olmuyor. Və rəhbər iş belə nəticə verir. Bizə iş belə nəticə verir. Mən çox şadam ki, uşaqlarımız, burada valideynlər kimlərdir? İkisi, bir də valideynlər bəli. Rəhbər iş və sinifimiz neçənci sinifdir, bir yenə təkrar edir. 6-cı sinifin şagirdləri, tarixi terminləri ifadə edərək, burada bir lüğət işi olmadı. Ona görə ki, ihtiyacı da olmadı. Və hiss olunur ki, bu dərs açıq dərs üçün deyil. Bu dərs adi bir dərslərin sırasında olan bir dərs kimi də onu qəbul elədik. Ona görə ki, burada bir termin izah olunmadı. Burada hamısı tətbiq olundu. Burada hamısı terminlər işləndi, hallandı. Burada tarixi, məntiqi, düşüncənin formalaşması prosesini gördük. Və vətənpərvərliyi demirəm, bədii demirəm, bütün dərslərin etaplarının, müasir dərsin etaplarının yerinə yetirilməsini demirəm. Burada məntiqi, tarixi fikir formalaşır 6-cı sinif şagirdində. Mən çox şadam, valideynlərin də yerinə, müəllimimin də yerinə, şagirdlərimin də yerinə ki, bu prosesdə siz varsınız. Uşaqlar var, böyüklər var. Orta məktəbi tutarmış olur, ali məktəbi tutarmış olur və tarixi məntiqi olmur, tarixi düşüncəsi olmur. Ali savadlı adam ola. Siz 6-cı sinifdən bu istiqamətdə formalaşırsınız. Mən çox şadım. Ən əsası budur. Düzgün tarixi fikirlə, tarixi məntiqli fikirlə formalaşan adam vətənpərvər olmaya bilməz. Və onun da ilk adımlarını burada görürük. Uşaqların bu səhnəciyə olan reaksiyasını ki, siz əvvəlcədən məşq eləməmsiniz. Əlbəttə yox. O emosiya o anda yaranır. O emosiya, o reaksiya o anda yaranır. Və elə bu proses
Bunun təsdiqidir ki, siz uşaqlarınız gün yoldaşsınız, mən çox təbrik edirəm. Mən çox maraqlanıram bu jurnalla. Bu jurnalın işində kim iştirak edib? Bu jurnalı bizim uşaqlar, Şir qalası qrupunun uşaqları birləşərək Tamara müəllimə Harada işləyiblər? internet bax, ülkəmizin atasının köməyi ilə bir yerdə İşte onu deyirəm, deyil, valideyn olmamış heç cür olmaz. Kızım, Wikipedia nədir? Nədir? Üç buraya yaxın gəl. Bak burada kitabda yazılı akrabasıyla Wikipedia. Bu nə demək? Bilmədir. Bəli. Bəli. Bu, bilirsiniz, nə dərəcədə müasir sözdür. Bunu internetlə hər işləyən adam Wikipedia nədir bilmir. Bu iki ilin terminidir. Bu ensiklopediya açıq ensiklopediyadır. İnternet vasitəsindən olan ensiklopediya.